öyle de olur çiğneme funksiyasında qırıla bilər dişlərimiz. Qırılmasın diye biz dişlerimizi müəyyən qədər uzadandan sonra mən sizə nə deyim? Bizim üst dodağımızın hərəkətliliyi azalır. Dodaq çox daşmıyor. Bunun için bizim əməkdaşlıq etdiyimiz kosmetologlar dodaqla diş paralel olmalı. Bu paralelliyi yaşatmaq üçün o bizim üst dodağımızı daha olacaq, böyle bir qatlayacaqlar yuxarı ki bizim üst dişlərimiz daha çox olsun. Evet, dişim estetik. Sadece bir estetik. Bilirəm, sən bununla bura arası kəsirsən. Ha, kəsirsən. Onların yeni bir metodu var. Dodağı necəsə Mən bilirsən, çox eskiden kalıcı bir dolgu var. Yani estetikte istediğim kaldırım, o da bir olmuştur. Bilirəm, ki kaldırılacaq. o indi bir neçə pasiyent göndərmiş, o qalıcılar deyək ki. Bir de bizim üst dodağımızın hərəkətliliyi azalır. Çok içten güləndə ama yine de istediğimiz kadar açılır. Ve biz bu dodaq vəziyyətinə bir dişləri çok uzatsaq, lazımsız diskomfort olur.